الله أعبد مخلصا له ديني. Deməli, mütləqdir ki, ibadət tohidlə yanaşı olsun. Tohidlə bir olsun. İbadət tohidlə bir yerdə olsun. Yoxsa həqiqətdə bu ibadət sayılmaz. Feillər olsa da, həqiqətdə bu ibadət nə sayılmır? İbadət sayılmır. Bununla da kim Allaha hər hansı bir ibadət edərsə və həmin o ibadətdə Allaha başqasını şərik qoşarsa, onun həmin Allaha olan ibadəti ibadət sayılmır. Və eləcə də kim Allaha hər hansı bir ibadət edərsə və həmin o ibadətində ixlaslı olarsa, qəsdini yalnız Allaha yönəldərsə, həmin ibadətində Allaha heç bir şərik qoşmaqsa, lakin başqa ibadətlərində Allaha şərik qoşarsa, yenə də onun Allaha elədiyi ibadət, əvvəlki o birinci ibadət sayılmır. Və sonra şeyx bu ki, məsələn, fikir verin, insan Allah üçün namaz qılır. Allaha ixlaslıdır namazında. Namazı ancaq Allaha qılır. Allahdan başqası üçün qılmır. Lakin duasında Allaha şərik qoşur. Həmin insanın, sual verir şeyx, namazı ibadət sayılır yoxsa sayılmır? Sayılır? Yox, sayılmır. Niyə? Sayılmır. Çünki şərik qoşdu. Ayrı olsa belə. İstəyir bir ibadətdə olsun şeyx. Məsələn, hər hansı bir ibadətdir. Dua eləyir, məsəl üçün. Duanı Allaha da eləyir, başqasına da eləyir. Nəziri Allaha da eləyir, başqasına da eləyir. Yəni, bu Allaha ixlaslı olmadı. Şərik qoşdu. İbadət sayılır, sayılmır? Sayılmır. Keçək başqa növünə. Namazın, orucun, zəkatın Allah üçün elədi. Amma nəziri Allahdan başqasına elədi. Həmin o elədiyi ibadətlər ibadət sayılır, yoxsa sayılmır? O da nə olunur? İbadət sayılmır. Çünki bu qayda, hansı ki bu qaydanı biz nə etməliyik? Bilməliyik, hifz etməliyik. O da nədir? İbadət yalnız tohidlə ibadət sayılır. İbadət yalnız və yalnız tohidlə ibadət sayılır. Və tohid də vacibdir ki, bütün ibadətlərdə tohid olsun. Bütün ibadətlərdə tohid olsun. Tək bir ibadətdə yox. Və yaxud 100 nə ibadət edirsən, 99-unda tohid olub, birində yox. 99 ibadətində tohid varsa, birində şirk varsa, 100 nədir? 100-də batil olur. Yəni, ibadəti yalnız tək Allaha sərf etməlisən. Əgər birində Allaha təkləşdirərsənsə, başqasında Allaha şərik qoşarsansa, o zaman bu ibadətlərdən heç biri ilə faydalanmazsan. Etdiyin ibadətlərdən heç biri ilə faydalanmazsan, yalnız sənə qalan nə olar? Yorğunluq olar, çalışarsan, vuruşarsan, yorularsan, nəticə də nədir? Nəticə heç nə. Put, sıfır. Heç nə yoxdur. Yalnız və yalnız nədir? Ağrıdıcı, yəni bir şey var, diqqətli olun. Yəni, insan ibadət elədi. İbadət elədi. Şərik qoşdu. Nəticə nədir? Sıfır, heç nə. Sıfır olsaydı dərd yarı idi. Sıfır da deyil, Allah qatında əbədi ağrıdıcı əzab. Şirk qoşana. Allah da Allah qoşana. Yəni, sıfır olsaydı dərd yarı idi. Sıfır olsaydı yüngül olardı. Sıfır olması ilə yanaşı, əməllərin hamısı getirməsi ilə yanaşı, əbədi əzab, ən böyük günah və ən şiddətli cəza. Deməli, tohid budur, qardaşlar. Hansı ki, müəllif bunu bizə bildirir və bu tohid də elə bir əsasdır ki, əməllər yalnız onun üzərində qurulduqda qəbul olur.
Tövhid nədir? Əsasdır. Əməllərin üzərində qurulduğu əsasıdır. Kimin əsası yoxdursa, elə bil ki, havada qurub, binasını havanın üstündə qurub, uçur. Və yaxud suyun üzərində qurub binasın. Əsası yoxdur. Fundament yoxdur. Fundament. Tövhid nədir? Əməllərin üzərində qurulduğu fundamentdir. Fundamentsiz bina nədir? Yoxdur. O binanın həqiqəti yoxdur. Nə də ki, o bina qurulmayacaq. Allah qatında ondan fayda götürməyəcək insan. Hərəkətləri olsa belə, o hərəkət edir, qalxır, durur, gedir, gəlir, əziyyət çəkir, feilləri var. Lakin əsas ibrət nədir? Əsas ibrət Allah qatında qəbul olmasıdır. Allah da yalnız ixlaslı olan ibadətləri, özünün rızası üçün olan ibadətləri və yalnız tək onun üçün sərf olunan ibadətləri qəbul edir. O ibadətlər ki, onu yalnız Allaha o ibadətlərdə təkləşdirirsən və yalnız Allahı razılığın istəyirsən, Allaha başqasının razılığını istəmirsən. Niyyətin yalnız Allahdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bizi üçün açıq, aydın qayda qoyub. Günəş kimi aydındır. Qəbul olunan və olunmayan ibadətlər barəsində. Nə Allah qatında qəbul olur, nə isə Allah qatında qəbul olunmur. Peyğəmbər sallallahu aleyhi və səlləm artıq bu barədə qayda qoyub. Nə fayda verir, nə fayda vermir. Nə qəbul olur, nə qəbul olunmur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah la yaqbalu minal amali illa ma kana lahu khalisan vabtughiya bihi vechhu. Allah Taala əməllərdən yalnız və yalnız ona ixlaslı olaraq və üzünü istəyərək edilən ibadətləri qəbul edir. Yalnız ixlaslı olaraq, yəni yalnız tək Allaha yönəlir, başqasına deyil və niyyət də, qəsd də yalnız kimdir? Allahdır, başqa şey deyil. Hədisi Şeyx Albani səhih deyir. Bundan savayısını deməli Allah Taala nə etmir? Qəbul eləmir. Ona görə də qardaşlar, diqqətli olmaq lazım. Bu dərs özümüzə aiddir. Bax, özümüz oturmuşuq, öyrənirik, bilirik, əməl eləyirik, ibadətlər eləyirik, özümüzü qoyaq bu yerə. Bu məsələ artıq bitmiş bir məsələdir. Bu məsələyə hökm verilib, qurtarıb, bitib bu məsələ. Ya ibadətlərimizin hamısı Allah üçün olmalıdır, belə olmalı, başqa cür olmalı deyil. Yoxsa əks təqdirdə ibadətlərimizin heç biri ilə faydalanmayacaq. Bundan sonra da insan özünü qınasın. Çünki haqq ona bəyan oldu. Şirk ibadətə nə vaxt daxil olursa olsun, ibadəti körləyir, zay eləyir, silib aparır. Bunun da misalı təharəti pozan şeylər kimidir. Eynisi ilə. Elə fikir verin ki, insan dəstəmaz alır. Gözəl şəkildə dəstəmaz alır. Dəstəmazını tamamlayır. Bütün sünnələrini yerinə yetirir, rükunlarını yerinə yetirir, şərtlərini yerinə yetirir, vaciblarını yerinə yetirir. Sonra təkbir etməmişdən qabaq dəstəmazını pozur. Sonra namaz qılır. Elə namaz qılır ki, ondan uzun namaz yoxdur. Və yaxud ondan xuşulu namaz yoxdur. Ondan gözəl namaz yoxdur. Ən gözəl şəkildə, xuşulu şəkildə bu namazını qılır. Nə deyirsiniz bu adamın namazı barəsində? Qəbuldur namazı? Yox. Niyə? Vallahi qəbul deyil. Niyə? Çünki Allah Taala yəni dəstəmazı olmayan namaz qılanın namazını qəbul etmir. Bu qaydanı Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bəyan eləyir. Deməli, eləcə də tövhid. Yəni, tövhidi də necə ki dəstəmazı pozan şeylər var, təharəti pozan şeylər var, eləcə də tövhidi pozan amillər var. Bu, artıq qəbul olunmuş bir qaydadır.
Və şeyx buyurur ki, bu şeyxin buna misal çəkməsi, təharətə misal çəkməsi 100% doğru misaldır. Çünki tövhid təharət mislindədir. Əksinə tövhid ən böyük təharətdir, ən böyük təmizlikdir tövhid. Şirk isə nəcasət kimidir. Əksinə şirk ən böyük nəcasətdir və ən çirkin, ən murdar nəcasətdir. Nəcasət insanın təharətinə daxil olduqda onu körlayır və eləcə də şirk tövhidə daxil olduqda onu körlayır. İnsan ibadətləri ilə faydalanmır, tövhidi ilə faydalanmır, Allaha itaəti ilə faydalanmır. Yalnız tövhidini təzəliyərsə, onda faydalanar. Yalnız Allaha tövbə edərsə, şirkini tərk eləyərsə, onda faydalanar. Allaha qayıdarsa, hənif olaraq ibadətləri yalnız ona sərf edərsə, o zaman faydalanar.